Mən Hüseynova Ülker, 20 yaşım var, 2-ci kurs tələbəsiyəm. Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində İqtisadiyyat tədris ingilis dilində təhsil alıram bu sahə üzrə. Deməli, sizin universitetin neçə korpusu var və siz hansı korpusda təhsil alırsınız və ümumi şərait barədə təsəvvürləriniz nələrdir? Bakı Dövlət Universitetinin 4 korpusu var. O da bir həyətdə yerləşir elə. Və bizim fakültə 1-ci korpusda yerləşir. Ancaq bizim fakültəni bu il təmirə verdikləri üçün biz Odlar yurduna daşınmışıq və hal-hazırda təhsilimizi orada davam elətdiririk. Belə deyə bilərəm ki, bizim korpus biraz biz gələndə köhnə idi, amma ümumən yenə də şəraiti var idi. İndi yenə təmirə verilib və onsuz biz qaydanda daha yaxşı keyfiyyətli şəkildə hazırlanasıdır. Amma ümumən əsas fənlərimiz 1-ci korpusda keçirdi, amma digər korpuslarda da bəzi fənlərimiz olubdu. Məsələn, sahibkarlıq fənni keçirilirdi ki, hansı ki, onu sadəcə bizim qrupa yox, ümumən fakültəyə keçirdilər o dərsi və elə olanda bizi zallara salırlar. Yəni biz zalda oturub o dərslərə bütün fakültə olaraq qulaq asırdıq və belə olanda biz bir saylı yox, daha doğrusu əsas korpus və 3 saylı korpusa gedirdik. Oradakı zallarda oturub dərsə qulaq asırdıq. Məncə yaxşı idi şəraiti. Zallar geniş idi və müəllimlə prezentasiyalar hazırlayırdı və orada da proyektorlar var idi. Rahat şəkildə anlayırdıq. Yəni şərait yaxşıdır. Bəs korpuslar arasında gedib gəlmək sizə problem yaradırdı, yoxsa? Bir yerdə olduğu üçün əslində o qədər də problem yaratmır. Elə bəzi korpuslar var ki, yan-yanadırlar deyə, yəni daxildən keçib getmək olur, heç çölə çıxmağa ehtiyac qalmır. Ona görə rahat idi. Bundan əlavə mən bilmək istirdim ki, universitetin sizə təqdim elədiyi və yaxud da ki, universitetinizdə hal-hazırda olan təcrübə proqramları olsun, təqaüdlər olsun və yaxud da ki, əlavə imkanlar barədə məlumatınız varmı? İlk olaraq bunu deyim ki, Bakı Dövlət Könüllülüyü var. Bakı Dövlət Universitetinin öz könüllülüyü var. Mən də orada onsuz üzvəm. Yəni o da bir sıra imkanlar açır üzümüzə. Bir sıra tədbirlərdə iştirak edə bilirik. Hansı ki, o tədbirlərdə yəni tələbə olmasan və ya Bakı Dövlət Könüllülüyünə üzv olmasan, yəni gedib iştirak edə bilmirsən və ya ödənişli olur həmin tədbirlər. Amma Bakı Dövlət Könüllüsü kimi ödənişsiz şəkildə orada iştirak edə bilirsən. Məncə bu bir avantajdır. Daha sonra bir sıra conversation qruplar var, səhv etmirəmsə. Orada da dilini inkişaf etdirirsən, networkingini genişləndirirsən. Daha sonra innovasiya mərkəzləri var, innovasiya mərkəzi var daha doğrusu. Orada da öz startup ideyalarını təqdim edə bilirsən və bununla inkişaf edə bilirsən, öz inkişaf yolunu qura bilirsən və TEK də var, Tələbə Elmi Cəmiyyəti. Orada da əgər sən elmi araşdırmaları sevirsənsə, orada iştirak edə bilərsən, bir sıra konfranslarda yenə iştirak edib özünü təqdim edə bilərsən. Bu da sənin üçün avantaj olur. Çox sağ olun. Bəs təqaüdlər barədə nə deyə bilərsiniz? Əksər universitetlərdə olduğu kimi bizdə də elə adi, zərbəçi və əlaçı stipendiyası olur. Elə bayaq da qeyd etdiyim kimi, yəni mümkündür almaq, mümkünsüz kimi bir şey deyil, yəni əlaçı stipendiyasına və ya zərbəçi stipendiyasına çatmaq. Bu da həm tələbələr üçün yaxşı bir avantajdır ki, ehtiyaclarını qarşılayır bir növ. Hər birini qarşılaya bilməz, amma qarşılayır və bizdə motivasiya yaradır növbəti fənlərə və imtahanlara hazırlaşmaq üçün. Deməli, universitetin sizə belə deyək ki, təqdim elədiyi təcrübə proqramları varmı ümumiyyətcə və yaxud da ki, təqaüd proqramları? Bizdə TİK qrupları var. Əsasən bütün qrupu, yəni bütün fakültədə olan qrupları ora daxil edirlər, həmin qrupa və ora bir sıra məlumatlar atılır. Oradakı məlumatlardan, könüllülüklərdən, vakansiyalardan, elanlardan xəbərdar oluruq və bəli, yəni onlardan faydalana bilirik. Məsələn, elə bu yaxınlarda təcrübə könüllülüyü var idi Bakı Dövlət Universitetində. Hətta mən də müraciət etmişdim. Yəni burada kafedralarla işləyirsən, bir növ əslində müəllimliyi əvəz edirsən orada da. Lakin yer olmadığı üçün qəbul ola bilmədim ora. Ümid edirik ki, növbəti dəfə də alarsınız. İnşallah.